Adətən toy olanda biri digərinə xoşbəxtlik arzulayır. Şəmkir sakini isə həm yerlisinə nəinki xoşbəxtliyi, heç sağlamlıq da arzulamayıb. 20 yaşlı gənc toya çağırılmadığı üçün bəyi bıçaqlayıb. Şəmkir rayonunun Sərxan yaşayış masivində bıçaqlanma hadisəsi baş verib. Kənd sakini 20 yaşlı Anar Lətifli həm yerlisi 24 yaşlı Məhəmməd Məhəmmədlini bıçaqlayıb. Sonuncu aldığı bıçaq yarasından sonra ətrafdakıların köməyi ilə Şəmkir rayon mərkəz xəstəxanasına gətirilib. Dərhal əməliyyat olunan yaralı reanimasiya şöbəsinə yerləşdirilib. Əməliyyat vaxtı məlum olub ki, döş sümüyünün yan arteriyası və qabırğa arası arteriya kəsilmiş, sağ döş boşluğuna 2 litr yarımdan artıq kan daxil olmuşdu. Hansı ki, təmizləndi, yara iki çərdən və çöldən tikildi, qarın boşluğuna, döş boşluğuna biloid drenajı qoyuldu. Xəstənin vəziyyəti hal-hazırda orta ağır olaraq qiymətləndirilir. Şəmkir rayon polis şöbəsindən verilən məlumata görə tərəflər arasında mübahisə toya dəvət üstündə düşüb. 3 gün bundan əvvəl toyu olan Məhəmməd Məhəmmədli həm yerlisini öz məclisinə dəvət etməyib. Bundan hiddətlənən Anar Lətifli bəyi söhbətə çağırıb. Beləcə tərəflər arasında düşən mübahisə qanlı sonluqla nəticələnib. Hələlik cinayəti törədən Anar Lətifli məsuliyyətdən yayınır. Şəmkir polisi onun saxlanılması istiqamətində əməliyyat axtarış tədbirlərini davam etdirir.